Timin toplusu alqoritm məsələlərindən 131-ci sual. Deməli, n dəfə informatika sözünü çap edən alqoritm deyir. Deməli, biz birinci n-i daxil etməliyik ki, kompüter başa düşsün ki, n neçədir, neçə dəfə çap edəcək. O yüzden daxil etmə bloku içərisində n-imizi yazdıq və bu alqoritmi yaza bilərik həm şərt bloku ilə, həm də ki, modifikasiyalı blokla, yəni sayğacla. Birinci sayğacla yazıram, sonra şərtlə. İnformatika sözünü n dəfə çap etsin deyir. Deməli, biz modifikasiya ilə qururuqsa, o zaman bir dənə i götürürük. Bu i-ni başdan elan etməyə ehtiyac yoxdur, çünki i burada qiymət alır. i-nin qiyməti bərabər olsun 1-dən n-ə qədər. Yəni 1-dən n-ə qədər 1-1 artsın. 1-1 artsın. i-nin bir qiyməti üçün çap edəsin məsələn informatika sözünü. Daha sonra dövr eləsin, gəlsin, i alsın 2 qiymətini, informatikanı yenidən çap eləsin, 3 qiymətində yenidən və s. Və dövr bitəndən sonra, yəni n dəfə çap etdikdən sonra gedir sona. Bu modifikasiyalı blokdur, sayğaclı blokdur. Şərtlə eləsək, o zaman biz n-imizi daxil edirik yenə eyni qaydada. Bir dənə fərqi olacaq ki, i-nin qiymətini özümüz artıracaq. Burada sayğac olduğundan avtomatik artır, amma şərt blokunda i-nin qiymətini biz artıracaq. N-i daxil etdikdən sonra biz bir dənə i götürürük. i. Məsələn, 1 olsun i-nin inç qiyməti. Onu düzbucaqlığın içərisində yazmalıyıq. i-nin inç qiyməti bərabər olsun 1-ə. Və biz şərt qoyuruq. Neçə dəfə dövr eləsin? Yəni, i-miz 1-dir. Bir dəfə informatika çap eləsin. 2 olanda çap eləsin. Nə qədər çap eləsin? Bunu qeyd edirik biz. Qeyd edirik şərt bloku ilə. Şərt blokunda yazırıq ki, i-miz kiçik bərabərdirmi n-dən? i n-dən kiçik bərabərdirmi? Əgər belədirsə, o zaman hər tərəfə gedir, hər tərəfə və çap edir bizim üçün informatika sözünü. Və dövr etməlidir, çünki dövr blokudur. N dəfə deyirsə biz avtomatik dövr qurmalıyıq. Dövr qurarkən bu qayıdıb gəlməlidir həmin bu hissəyə. Sadəcə burada nə əlavə etməliyik biz? i-nin qiymətini dedik ki, özümüz artırırıq. Ona görə bir dənə düzbucaqlı əlavə edib i-nin qiymətini i bərabərdir i plus 1 kimi qeyd edirik. Və dövr bitdikdən sonra yenə dövrdən çıxır. Yəni i n-dən kiçik bərabər olmayanda, yəni böyük olanda dövrdən çıxır, gedir sona. Çünki n dəfə çap etmiş olur. İndi detallı izaha keçirəm. Detallı izahda qeyd edim ki, n dəfə informatika sözü çap olunur deyirsə, biz n-i mütləq daxil etməliyik girişə. Çünki proqram bilməlidir ki, mən neçə dəfə çap edim? N dəfə çap et. N 5-dir, 10-dur, fərq etməz neçədir? i bərabərdir 1-dən n-ə. Bunun sonuna 1 yaza da bilərik, yazmaya da bilərik. Bu birinci 1 bildirir bizim i-nin inç qiymətini, n i-nin ala biləcəyi son qiyməti. Bu bir isə, sonuncu bir isə addımı bildirir. Yəni 1-1 artdığını bildirir. Addım 1 olduğu zaman yazmaya bilərik. Amma 2, 3, 5 və s. olduğu zaman addım yazılmalıdır. Buradakı 1-i yazsaq da olar, sonuncunu yazmasaq da olar. Və nə baş verir burada? i 1 qiymətini alır, gəlir informatika sözünü çap edir, qayıtdı 2 qiymətini aldı, çap elədi və s. Ən asan yolu n-ə məsələn qiymət veririk. n bərabərdir 3 olsa nə baş verəcək? n 3 olanda i 1-dən 3-ə qədər dəyişir. 1-dən 3-ə qədər. Yəni n i alacaq 1, 2, 3 qiymətləri. i 1 qiymətini alanda bir dəfə dövr elədi, çap elədi. 2 qiymətini aldı, dövr elədi, çap elədi. 3 qiymətini aldı, dövr elədi, çap elədi. Yəni nəticə olaraq 3 dəfə çap elədi. Gəlir 4 qiymətini ala bilmədiyi üçün dövrdən çıxır, gəlir sona. Yəni n-ə 3 qiymətini verəndə 3 dəfə çap edirsə, deməli proqramımız düzdür. n verəndə n dəfə çap edəcək. Gəldik şərt blokuna. Şərt blokunda yenə n-imizi daxil edirik. Burada sayğac olmadığı üçün, i-nin qiyməti avtomatik qalxmadığı üçün biz i-nin inç qiymətini verməliyik. Məsələn, götürürük 1 kimi. Burada şərtimizi yoxlayırıq. i n-dən kiçik bərabər olduğu müddətcə dövr eləsin. Niyə kiçik bərabər? Çünki n dəfə çap olunsun deyir. Yəni i n qiymətini alanda da, i n-ə bərabər olanda da çap eləsin. Bu səbəbdən i kiçik bərabərdir
n götürürük. Və bu i n-dən kiçik olduğu müddətcə, yəni h-yə getdiyi müddətcə informatika çap olunur. İni də bir vahid artırmalıyıq. İni artırmadığımız zaman biz sonsuz dövr yaratmış oluruq. O da algoritmin xassələrinə ziddir. İni bir vahid artırırıq ki, gəlsin n-ə çatsın. Hər dəfə bir vahid artdıqca bir dəfə çap edir, artdıqca çap edir və nəticə olaraq n dəfə çap etmiş olur. Yenə n-in qiymətini 3 götürsək, n-in 3 qiymətində i bərabərdir 1-dir inç qiyməti. 1 3-dən kiçik bərabərdirmi? Bəli, bəli. O zaman informatikanı çap edir. Bir dəfə çap elədi. Getdi, oldu 2. i 2 olandan sonra gəlir burada yoxlayır. 2 3-dən kiçik bərabərdirmi? Bəli. Və ikinci dəfə çap edir informatika sözünü. Gəlir, i-ni bir vahid artırır, olur 3. 3 3-dən kiçikdirmi? Kiçik bərabərdirmi daha doğrusu? Bəli, bu şərt yenə ödənilir. 3 3-dən kiçik bərabərdir. Gedir hər tərəfə informatika sözünü bir də çap edir. Üçüncü dəfə çap edir yəni. Gəlir, i-ni bir vahid artırır, oldu i-miz 4. Gəlir, şərti yoxlayır. 4 n-dən, yəni 3-dən kiçik bərabərdirmi? Xeyr, 4 3-dən kiçik bərabər deyil. O zaman gəlir yox tərəfə və dövrdən çıxır. Nəticə olaraq n-imizə 3 verdiyimiz zaman 3 dəfə informatika sözünü çap etmiş oldu.